Bəli, Ukrayna prezidenti Vladimir Zelenski Berlinə dəfələrlə səfər eləyib, lakin bu dəfəki səfər xüsusi əhəmiyyət kəsb eləyir. Artıq 20 ildən çoxdur ki, ilk dəfə olaraq Almaniya və Ukrayna arasında hökumətlər arası məsləhətləşmələr keçirildi. Bu formatın bərpa olunmasına təşəbbüskarı isə kansler Merz oldu. Bu, Ukraynaya və onun Almaniya ilə strateji münasibətlərdə göstərilən bir dəstək jestidir. Almaniya hazırda Ukraynanın qərbdəki əsas tərəfdaşına çevrilib və o ölkəyə həm silah tədarük edir, həm də Perl proqramı çərçivəsində Birləşmiş Ştatlardan silahlar satın alır. Zelenski öz çıxışında dedi ki, o Avropanın və Avropa İttifaqının Ukrayna ilə birlikdə antibalistik sistemlər hazırlayacağına 100% əmindir və bunun sadəcə zaman məsələsi olduğunu bilir. Səfərin əsas nəticələrindən biri də bir neçə sazişin, o cümlədən müdafiə qurumları arasında mühüm sənədlərin imzalanması oldu. Kansler Merz qeyd elədi ki, yeni silah sistemlərinin hazırlanması üçün rəqəmsal döyüş məlumatlarının mübadiləsi aparılacaq və onlar bu razılaşmanı çox yüksək qiymətləndirirlər. Həmçinin Ukrayna tərəfi deməli Almaniyaya dronlar barədə yeni bir saziş təklif elədi. Bu təklif müxtəlif tipli dronları, raketləri, proqram təminatını və müasir müdafiə sistemlərini əhatə edən iki tərəfli müqaviləni nəzərdə tutur. Berlində müzakirə olunan digər mövzular arasında isə əlbəttə ki, müharibənin sonlandırılması da var idi, lakin bu barədə prinsipcə yeni bəyanatlar verilmədi. Zelenski sadəcə onu bildirdi ki, Rusiya faktiki olaraq Avropalıların danışıqlar prosesində iştirakını əngəlləyir. Merz isə bunu aşkar bir siqnal adlandırdı. O bəyan elədi ki, Almaniya Ukraynanın müdafiəsi üçün göstərdiyi səylərdən geri çəkilməyəcək və Rusiya bu müharibəni mümkün qədər tez dayandırmalıdır. Danışıqların həssas məqamlarından biri isə son vaxtlar ölkədən çıxışına icazə verilən gənc Ukraynalı kişilərin taleyi ilə bağlı idi. Merz bir daha aydın şəkildə bildirdi ki, Almaniya tərəfi Ukraynanın çağırış yaşlı kişilərin ölkədən çıxışının qarşısının alınması istiqamətindəki səylərini dəstəkləyir. Prezident Zelenski isə demək olar ki, ilk dəfə olaraq bu mövzuya toxundu. O qeyd elədi ki, Ukraynadan qanuni şəkildə çıxan və hərbi çağırışa düşməyən şəxslər bundan sonra da ölkəni tərk edə bilərlər. Lakin qanunvericiliyi pozaraq ölkədən çıxan və səfərbərlikdən yayınan şəxslərin məsələsi ilə artıq hər iki ölkənin aidiyyətli qurumları məşğul olur. Zelenski bu məsələ ilə bağlı hələlik heç bir əlavə təfərrüat açıqlamadı.